enerji blokundan gələn 12 volt. Buradan girir, gəlir switchə, açara. Sonra gəlir burada güc moduluna. Moduldan gəlir elektron speed controller. Özdə D-shotdur. Yəni proqramlana bilənlərdən bir ESC-dir, biridir. 2 kanallıdır gördüyünüz kimi. Digərləri amma fikir versəz 3 kanallıdır. Karetini qırmızı, sarı. Aydın məsələdir, sarı həmişə siqnal olur. Qalanlar da plus minusdur. Bu pilotsuz aparatın maraqlı bir xüsusiyyəti var. Bu hissə ki var, gördüyümüz bu hissə. Bu hissə əlavə enerjidən kənardadır. Yəni buna gələn voltaj, bax bu regulatordan gələn voltaj bu hissəyə aidiyyatı yoxdur. Ancaq gəl ki bu hissədə olmasa servolar işə düşə bilməz, mühərrik işləyə bilməz. Adətən 3 kanallı ESC-dən istifadə edirəm. Bax bu ESC-dən 30 amper. Amma mənə lazımdır yüksək amperaj 70-80.